Xankəndi şəhərində Qarabağ Universitetində Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilmiş Böyük Qayıdış Heydər Əliyev ideyalarının təntənəsi mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, Azərbaycanın bugünkü inkişafı və əldə etdiyi nailiyyətlər məhz ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Mərkəzi aparatın rəhbəri Tahir Budaqov isə çıxışında tədbirin Xankəndidə keçirilməsinin rəmzi məna daşıdığını deyib. Qeyd edib ki, uzun illər işğal altında qalmış ərazilər dövlətimizin gücü və xalqımızın birliyi sayəsində azad olunub və yeni inkişaf mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə prezident, yapın sədri İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Bu isə ölkənin tarixində yeni və şanlı səhifə açıb. Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə çıxışında bildirib ki, azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işləri sürətlə davam etdirilir. Keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdışı təmin olunur və bu proses mərhələli şəkildə həyata keçirilir. Tədbirin sonunda Qarabağ Universitetinin ictimai həyatında və tədris prosesində fəal iştirak edən, yüksək nəticə göstərən bir qrup tələbə təşəkkürnamə ilə təltif olunub.